Məktəbə gedən övladlarınıza hazırlaya biləcəyiniz çox praktik və ləzzətli mini pizza resepti ilə gəlmişəm. Qaba 1 stəkan yarım ilıq su, 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı quru maya əlavə edib qarışdırırıq. Üzərinə 1 ədəd yumurta, 1 çay qaşığı duz, 4 xörək qaşığı duru yağ və 4 stəkan yarım unu əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Yoğurduğumuz xəmiri 30-40 dəqiqə mayalandırırıq. Sosu üçün tomat pastası, mayonez, duru yağ, duz, istiot, pul biber, 2 xörək qaşığı su əlavə edib qarışdırırıq. Pizzanın üzərini istəyə görə hazırlaya bilərsiniz. Mən kalpasa saysqa və biberdən istifadə etdim. Mayalanan xəmiri 2 bərabər hissəyə ayırırıq. Hər hissəni də 6 kündəyə bölürük. Ümumilikdə 12 ədəd mini pizza alınır. İlk kündədən başlayaraq videoda göründüyü halda biraz ortasını açırıq. Daha sonra soba listinə yerləşdirərək üzərində vilka ilə dəliklər açırıq. Üzərinə hazırladığımız sousdan, daha sonra mozzarella pendiri və istədiyimiz ərzaqları əlavə edirik. Hazırladığımız pizzaları əvvəlcədən isidilmiş 245 dərəcəli sobada bişiririk. Bişməsinə 2-3 dəqiqə qalmış sobadan çıxarıb üzərinə biraz da mozzarella pendiri əlavə edirik. O qədər ləzzətli alınır ki, siz də mütləq hazırlamalısınız. Videonu bəyənməyi və ləzzət durağı səhifəmi izləməyi unutmayın. Göz haqqınızı halal edin. Hələlik!